Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi açıqlanıb. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə mərhum Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb. Kamran Əsədov qeyd edib ki, dünən bu barədə Dövlət İmtahan Mərkəzi tərəfindən SMS bildiriş göndərilib. Eyni zamanda Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 300 baldan 204 bal toplamışdı.